Siyasətin izahlı lüğəti efirdədir. Kommunist Partiyasının manifesti Karl Marx və Friedrich Engels tərəfindən yazılmışdı. Siyasi manifest nədir? Sualımızı Siyasi Elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi Mətin Məmmədli cavablandırır. Siyasi manifest bir siyasi partiyanın, liderin və ya hərəkatın məqsədlərini, prinsiplərini və fəaliyyət proqramını açıqlayan, ifadə edən sənəddir. Bu sənəd vasitəsilə siyasi qüvvələr öz ideologiyalarını və seçicilərə təklif etdikləri həll yollarını nümayiş etdirirlər. Siyasi manifestlər adətən seçki kampaniyaları zamanı yayımlanır və seçicilərin dəstəyini qazanmağa yönəlir. Manifestlərdə sosial-iqtisadi islahatlar, xarici siyasət prioritetləri və idarəetmə prinsipləri kimi məsələlər yer alır. Siyasi liderlər bu sənədlərlə öz baxışlarını cəmiyyətə çatdırır və seçiciləri öz proqramlarına inandırmağa çalışırlar. Bu həmçinin siyasi hesabatlığın təmin edilməsi üçün bir vasitədir, çünki seçicilər vəd edilənləri belə də mümkündürsə sonradan qiymətləndirə bilərlər. Yenə də bununla bağlı xeyli nümunələr qeyd etmək olar. Məsələn, 1848-ci ildə Karl Marx və Friedrich Engels tərəfindən yazılmış Kommunist manifestini göstərmək olar. Bu sənəd yalnız öz dövrü üçün deyil, həm də müasir dövr üçün siyasi nəzəriyyə və ideoloji müzakirələrdə müəyyən mənada, yəni əvvəlki dövrlər qədər olmasa da, indi də müəyyən rol oynayır.